Salam. Bəzi Amerika və Sionist rejim aşiqlərinə gözəl sürprizim var. Video baxaq. We are in this military operation so powerful, so brilliant against one of the most powerful countries for 32 days. Biz artıq 32 gündür ki, dünyanın ən güclü ölkələrindən biri ilə hərbi əməliyyatdayıq. Bu sözləri kim deyir? Kim etiraf edir? Son günlərədək bir çoxlarının dünyanın super güc hesab etdikləri Amerikanın prezidenti, üzr istəyirəm, Amerikanın pedofil, uşaq qatili prezidenti Donald Trump. Nə oldu bəs? İran Haftadan başqa bir şey sayıla bilmirdi. Amerika və Sionist rejimi İrana müharibəyə girəndən 5-10 gün sonra İranı məhv edib çıxmalıydı axı. Nə oldu? Və sonunda yenə sözümü Rəbbimizin mübarək kəlamı ilə tamamlayıram. Bismillahirrahmanirrahim. İn yansurkumullah fələ qalibə ləkum. Əgər Allah sizə kömək etsə, Allah sizə kömək olsa, heç kimsə qalib gələ bilməz. Ali İmran surəsi, ayə 160.